Müşfiq müəllim, biz niyə dost kimi ayrıla bilmirik? Əvvəl dost kimi birgə yaşamaq lazımdır. Əgər dost kimi birgə yaşaya bilmirsənsə, dost kimi ayrıla da bilməyəcəksən. Siz fikir vermisiniz Zamirə xanım, bütün ağır cinayətlərin əksəriyyəti məhz ailələrdə baş verir. Ailə məişət zəminində törədilmiş qətillərin statistikası digər qətillərdən həmişə üstün olub. Ən çox da zərər çəkən qadınlardır. Lakin çox təəssüf olsun ki, biz həmişə Sovet vaxtında belə qəbul eləmişik ki, ailə sonadək könüllü ittifaqdır. Amma sonradan dərk elədik ki, yox, ailələr dağıla da bilir və cəmiyyət artıq onu da sübuta yetirir ki, bugünkü ailələrin 30-40% boşanma ilə nəticələnir. Və boşanandan sonra da baxırsan ki, bunlar bir-birindən düşmən kimi ayrılırlar. Bu tək ailələrdə belə deyil.